Izləyicilərimiz yenə də Malibu müstəqil ekspertləri və mütəxəssisləri dəvət elədim. Beləliklə, dəyərli izləyicilərimiz, Renat, salam aleykum, necəsiniz? Aleykum salam, İşlər necə? Dəyərli izləyicilərimiz, Renat, Termoklimat şirkətinin servis mütəxəssisi və rəhbəridir. Renat, salam aleykum. Salam aleykum, necəsiniz? İşlər necədir? Və beləliklə, Bəhruz Usta, necəsən Bəhruz Usta? Bəhruz Usta tanınmış mütəxəssisdir santexnika işləri üzrə. Həmçinin bizdə bu işdə bizə yardım göstərəcək şəxsdir. Renat bəy, siz bizim bu işə baxdınızmı? Sizin işlərə baxdım və bir neçə qüsurlar var burada, onu mən sizə deməliyəm. Renat bəy, bir mütəxəssis kimi bilmək istəyirik. Artıq baxın, istiyaclı işlərimiz gedib. Bəli, tam bitibdir. Əla. Və artıq sənin isti döşəmən qaldı betonun altında. Santexnika işimizə artıq müdaxilə eləmək olmaz. Bura bir dənə müdaxilə ola bilər, bura dağılmalıdır. Renat bəy, artıq bizdə qardaş istiyaclı işi qutarıb və beton işi qutarıb. Bütün mənzil artıq betonlanıb. Artıq geriyə dönüşü olmayan bir yola çıxmışıq qardaş. Və siz deyirsiniz ki, burada problem var. Bu problem nədən ibarətdir? Problem, şükür Allaha ki, döşəmə örtüyünün altında, beton örtüyünün altında deyil. Problem kollektorun quraşdırılmağındadır. Okay. Burada yəni kollektorların giriş-çıxış kollektoru fərqli birləşməli. Yəni podaça gedən xəttdə bu radometrli şüşələr olmalıdır. Üst hissədə, nasosun vuran hissəsində, qaydan dönüş xəttində isə termostatik vannalar bağlanan dönüş kollektoru quraşdırılmalıdır. Yerləri dəyişilməlidir. Yəni mən anladığım qədər birinci səhv bizim bundan ibarətdir ki, bunların yerləri səhv qoyulub. Bu bizim isti döşəməmizin kollektorudur. Bəs burada necədir vəziyyət? Orada da həmçinin yerləri dəyişilməlidir. Yəni, bu da səhv quraşdırılıb. Bu da səhv quraşdırılıb. Aydındır. Renat bəy, sualım bundan ibarətdir. Burada nə problem var? Yəni, bu radiatorlardır. Bu başa düşdüm. Burada problem var, amma burada nədir bəs? İstər radiator, istər istipol döşəmə üçün qulluq edən kollektorların hansının ki üzərində raskodometrlər var. O raskodometrlər olmalıdır podaçanın üstündə. Yəni kombidən gələn qaynar xəttin üstündə. Bunların görürsünüz səviyyə şkalaları var. Bəli. Pompa basınç yaradanda bu səviyyə görsədənlər düşür aşağı və hansı konturda nə qədər dövrəyə gedir onu biz görə bilirik. Və hansı radiator xətti uzundur, hansı radiator yaxındır, onun dövriyyəsində olan suyun çox azını bunlar vasitəsilə azaldıb çoxalda bilirik, normallaşdıra bilirik. Aydındır. Bəs, indi hal-hazırda burada bizdə gördüyünüz kimi aşağı-yuxarı fərqi var. Əgər olmasaydı belə, biz belə bir formada da bunu təhvil versəydik, nə baş verə bilərdi? Belə deyim, bunu belə təhvil versəydiniz, suyu zapravka eləyəcəkdiniz, sistemdə su olacaqdı. Sadəcə kombini işə salmağa mütəxəssis servis tərəfindən gələndə işə salanda kombidə hansı aşıbqa çıxacaq, dövrəyə zəif gedir. Yəni mənzilimiz qıza bilərdi. Qızmayacaqdı. Yəni belə çıxır ki, qış payız fəslində nə isti döşəməmiz, nə də radiatorlarımız işləməyəcəkdir. Effektiv olmayacaqdı. Hansısa bir yaxın konturda ola bilsin ki, dövrəyə getsin xırda, amma temperatur ala bilməyəsiniz. Ümumi sahəsi 200 kvadrat metr olan bir mənzildə istiliyi əldə edə bilməzdik. Mümkün deyildi. Yəni bu formada çəkilişlə. Bir dənə sualım var və əsas açar suallardan biridir. Renat bəy, alınan mallarda, yəni santexnika mallarına bilirsiniz ki, yetərin qədər burada pul verilib. Alınan malların keyfiyyətində bir sıxıntı varmı? Keyfiyyətində heç bir sıxıntı yoxdur. Amma işçilikdə problem var. Yəni, yanaşma... Mexaniki səhv, tələsmək ola bilər bu, ola bilsin başqa bir nəsə ustanın... Ola bilsin ki, ustanın sadəcə olaraq başı çıxmır. Düzdür. Dəyərli izləyicilərimiz, hələ biz göz qabağında texniki servisin mütəxəssisinin gözü ilə gördüyü qədəri biz baxdıq və müzakirə elədik. Burada isə döşəmənin altında gedən borularımız var, Bəhruz. Və bir mütəxəssis kimi mən istəyirəm ki, sən bütün boruların hamısını müayinə edəsən. Çünki təkcə radiator və kollektor sistemi deyil, həmçinin bizim istilik soyuq su sistemimiz də var bu mənzildə ki, bunların girişi, çıxışı, kombi falan, bunların hamısı mütləq qaydada yoxlamanı səndən rica edirəm. Yoxlaya bilərsənmi? Deyirlər, bir işi iki dəfə görmək pis şeydir. Əfsuslar olsun ki, bu sənin işin deyil. Bu, səndən öncəki santexnikin işidir. Hansı ki, bu sistemdən heç anlayışı olmayıb və bu işi görüb.
Əruz usta bax bir-bir bu qurğuların hamısını yerindən çıxartmağa çalışır. Nə qədər vaxt lazımdır sənə bu işləri görmək üçün? 2 saatdan inşallah işlərin hamısını tamamlayarıq. Hələ bu səndə başlanğıcdır. Bundan sonra oranı da çökməlisən, oranı da dəyişməlisən. Bütün evin monitorinq eləməlisən ki, yəni bu işi görən usta digər işlərdə başqa bir kəsəklər buraxmayıb ki. Hamısını yoxlayacağam, məlumatı verəcəm. Əla. Və bu kollektorlar yetərincə bahalı kollektorlardır və artıq gördüyümüz iş 2 olub. Bütün evdə, bütün mənzilin təmirində bütün işlər dayandırılıb və bütün fikirlər bura yönləndirilib ki, məsələlərdə sıxıntımız yaranmasın. İndi bunu Bəhruzcan sökəndə elə ehtiyatla sökməlisən ki, sarvat olmasın, şüşələri sınmasın. Ehtiyatda o şüşələr gəlir. Allah'a şükürlər olsun ki, dəyərli izləyicilərimiz, bax bu məqamda bu məsələni biz çözdük. Əks halda gələcəkdə böyük sıxıntılar yarana bilərdi. Buyur Bəhruz. Muxtar müəllim, bunlarda yeri dəyişilməlidir. Əgər kollektorlarımızın yeri dəyişilirsə, avtomatik bunların da yeri dəyişilməlidir. Çünki düzgün gəlsin. Anladığım qədər bunu da səhv bağlayıb. Bəli, bu da səhv bağlanır. Renat bəy, fikriniz nədir? Sözsüz ki, kollektorun yeri dəyişiləndə hava prujoru üstə qalmaq şərti ilə yenə də o bypass yeri dəyişilməlidir. Yoxladın sistemi, artıq işləyirmi? Bura qaydasında. Dəyərli izləyicilərimiz, nə yaxşı ki, biz yoxlamanı apardıq. Bizim səhifənin mahiyyəti ondan ibarətdir ki, insanları maarifləndirək və insanlar bilsinlər ki, necə iş görmək lazımdır, hansı mütəxəssislərlə işləmək lazımdır və bizim zaten yaranma mahiyyətimiz bundan ibarətdir. Nəticə isə budur ki, hər bir işi öz mütəxəssisinə həvalə etmək lazımdır. Sağ olun, sağlıqla qalın.